məhz o dəyərə xidmət edir. Mən də iştirakçıyam. Mənada qısa müddətli vizyon, orta müddətli vizyon və uzun müddətli vizyon. İstiqamətdə səfərbərlik edir. Bu çox vacib məsələdir. İnşallah komanda quruluculuğunda da bu missiyanın və vizyonun rolunun haqqında danışarıq. Adam məsəl üçün 6 aydan sonra hansı ki məbləğ danışılmışdı, o qalan məbləğini verməkdən imtina elədi. İndi bu məsələləri biz missiyamıza və vizyonumuza İlkin müəllim köçürməliyikmi? Salam aleyküm, hər vaxtınız xeyir, xoş gördük sizi, hörmətli izləyicilər. Biz İlkin müəllimlə sizin qonağınızı və ənənəvi olaraq həmişəki kimi biznesdən danışacağıq. Niyyətimiz, məqsədimiz kiçik orta bizneslər üçün faydalı kontentlər hazırlayaq. Məhz bu görüşlərimiz də Prospect Cloud ERP-nin dəstəyi ilə Business Talks görüşləridir. Biz artıq silsiləvi şəkildə bir neçə önəmli və maraqlı mövzulara toxunmuşuq və həmin zənciri davam edərək bugünkü mövzumuz da olduqca maraqlı, əhəmiyyətli və bizneslərin inkişafı üçün, gələcək mövqeləri üçün vacib bir mövzulardan biridir, düşünürəm. Mövzumuzun adı biznesdə vizyon və missiyadır. Hər vaxt xeyir, İlkin müəllim. Xoş gördük, Emin bəy. Sizi də salamlayıram, izləyicilərimizi də salamlayıram. Əla. Biz deməli ilk növbədə ondan başlayaq ki, ümumiyyətlə vizyona, missiyaya bir tərif verək. Nə üçündür? Bizneslər harda onu istifadə edirlər? Nəyə görə bizneslərdə missiya və vizyon olmalıdır? Aydındır ki, gənc sahibkarlar, startaplar spontan şəkildə bəzən başlayırlar biznesə. Onlar adətən işlədiyi yerdə gördüyü biznesi yamsılamağa çalışırlar və yaxudsa onun bir oxşarını qurmağa çalışırlar və yaxudsa hər hansı bir digər bir sahibkarın fəaliyyətindən ilhamlanaraq bu işə yola çıxırlar və əlbəttə ki, ilk deməli dönəmdə yalnız pul qazanmaq olur, yalnız pul axını təmin etmək, müştəriyə məhsul satmaq, müştəri məmnuniyyətinə nail olmaq olur və vizyon və missiya kimi məsələlər deməli kənarda qalır. Bu baxımdan da biz buradan inşallah həm təriflərimizi verəcəyik bu iki istiqamətə, həm də ki açıqlama verəcəyik ki, nə dərəcədə sonraki mərhələdə vizyonun olması və missiyanın olması şirkətlər üçün çox əhəmiyyətlidir. Buyurunuz İlkin müəllim. Çox sağ olun, Emin müəllim. Vacib mövzudur hesab edirəm. Təbiidir ki, vizyon, indi bunun başqa adı da desək biznesdə strateji baxışdır. Yəni, vizyon və missiya, bunlar hər ikisi strateji inkişafın, strateji planın tərkib hissələridir. Yəni, əgər hansısa bir sahibkar strategiya ilə məşğul olmaq istəyirsə, istər-istəməz bu mövzulara xitab eləməlidir. Bu mövzulardan keçməlidir. Onları özü üçün müəyyən eləməlidir. Bu vizyona və missiyaya tərif verməmişdən qabaq, yəni onu qeyd eləmək istəyərdim ki, bəzən sual yarana bilər ki, yaxşı, mənim vizyonum və missiyam yoxdursa, mən biznes qura bilmərəm. Əlbəttə, qura bilərsiniz. Dünyada vizyonu və missiyansı olmayan, belə deyək də, müqayisədə kifayət qədər uzun müddət fəaliyyət göstərən şirkətlər varmı? Var. Misyonun, vizyonun, missiyanın olması şirkətin 100% müvəffəqiyyətini, uğurlu olmasını təmin edirmi? Xeyr etmir. Yəni, bu nöqteyi nəzərdən bunlar düşünülməsi vacib olan məsələlərdir. Bunlar haqqında da danışarıq. Nəyə görə bunlar təmin etmir və yaxud nəyə görə o şirkətlər vizyonu və yaxud missiyası olmadan işləyə bilir, bazarda qala bilir.
Amma vizyon adından da göründüyü kimi bir strateji baxışdır. Əvvəl e, burada biz yəqin ki, gələcəkdə bir strategiya mövzusunu, strateji planlama, ümumiyyətlə planlama mövzusunu əhatə edə bilərik. Amma bu, belə deyək də, strateji planlamanın tərkib hissələri olduğu üçün əvvəl bir strategiya haqqında danışaq ki, strategiya, belə deyək də, Yunan sözüdür, Latın daha doğrusu sözüdür. Latın dilindən tərcümədə ordunu aparmaq deməkdir. Hı hı. Yəni mən ordunu hara aparacam? Bəli. Vizyon da təbiidir ki, hər bir sahibkarın öz beynində bir vizyonu var. Hı hı. Amma bu nə dərəcədə təkmilləşmiş, nə dərəcədə düşünülmüş, nə dərəcədə yazıya köçürülmüş bir vizyondursa, bu başqa məsələ. Vizyon var ki, yəni vizyon nə deməkdir? Mən təşkilatımı nə qurmaq istəyirəm, nə tikmək istəyirəm, nə yaratmaq istəyirəm. Mənim uzun müddətli hədəfdə axırda nəyə nail olmaq istəyirəm. Vizyon elə bil ki, bu bir növ projektordur. Bəli. Mən o projektoru hara tuşlayacağam və o hədəfi özüm üçün gələcəkdə necə görürəm, yəni öz şirkətimin gələcəyini necə görürəm. Bəli. Yəni bu uzun müddətli, belə deyək, təşkilatın arzusudur ki, mən buna nail olmaq istəyirəm. Amma missiya isə bizim bu hədəfə, bu vizyona çatmağımızın yollarını bir növ əhatə edir. Yəni biz kimik, biz kimə xidmət göstəririk, biz hansı yollarla bu hədəfə çatacağıq. Missiya da əlbəttə ki, bir növ belə deyək, xüsusilə də B2C segmentində işləyən, bir çox B2B sahələrində də şirkət üçün vacib olan bir amildir. Əgər şirkət kifayət qədər böyüyübsə, kifayət qədər müştəri bazası yəni artıbsa, kütləvi bir bazara xitab edirsə, bu bazarda işləməyə çalışırsa, missiyanın olması vacibdir. Yəni burada başqa sözlər də işlənilir. Missiya, məramnamə, dünya görüşü, baxış və s. Yəni biz bunları sadəcə olaraq bu iki sözlə belə deyək də ümumiləşdirməyə çalışırıq. Əla. Əla. Sizin ifadələrinizdə yaxşı bir bənzətmə vardı. O projektordur. O Bəli. projektordur və o projektor nə ki sahibkarın özünü istiqamətləndirir, onun yolunu işıqlandırır və çatmaq istədiyi nöqtəni aydın və şəffaf şəkildə göstərir və eyni zamanda da onun ardınca gələn və yoxsa onunla birgə hərəkət edən komandanı da sözsüz ki, bu istiqamətdə səfərbərlik edir. Bu çox vacib məsələdir. İnşallah komanda quruculuğunda da bu missiyanın və vizyonun rolunun haqqında danışarıq. E, Segmentlər üzrə adətən siz xidmət göstərdiyiniz şirkətlər də sizə müraciət edəndə ki, bizim üçün birgə bir missiya və yaxudsa vizyonu müəyyənləşdirək və yaxudsa bizim təyin etdiyimiz missiya və vizyon var. Gəliz o vizyonu bir yerdə aydınlaşdıraq, təkmilləşdirək. Bildiyiniz kimi də bu bir dəfə yazıldı, kağızın üzərində qaldığı bir məsələ deyil. Şirkətin ümumi anlamda vizyonu yerində qala bilər, amma onun detalları sözsüz ki, zamanla dəyişilməlidir. Ələxüsus ki, yəni siz yaxşı bilirsiniz ki, segmentlər üzrə bu çox ciddi şəkildə fərqlənir. Segmentlər üzrə vizyon necə fərqlənir və orada segment üzrə nələrə öz əksini tapmalıdır? Və segment üzrə vizyonların hazırlanması tərtibi yanaşmasında fərqlər varmı? Bu barədə sizin təcrübədə olan misalları zəhmət olmasa izləyicilərimiz üçün səsləndirərsiniz. Çox sağ olun suala görə. Ümumilikdə əlbəttə ki, bu vizyonun işlənməsi, tətbiqi, yazıya köçürülməsi biznesə dəyişir. Yəni tutalım ki, biz hansı sahədə fəaliyyət göstəririk? Məsələn, bir biznes var idi, onun cəmsi bir müştərisi var idi, iri bir müştəri var idi. Yalnız onun üçün belə deyək, xidmət göstərirdi
müəyyən detalı istehsal edir. Və o detalı həmin müştəridən başqa heç bir başqa müştəri istifadə eləmir. Yəni onu gərək artıq xaricdə ona müştəri tapsın ki, o detalı ora satsın və yaxud da burada. Bu biznes üçün əlbəttə vizyonun e, yəni yazılı surətdə olmasının böyük bir biznesə təsiri yoxdur. Onun vizyonu nədir? Mənim müştərimin vizyonu nədir? Mən də onun arxasınca gedəcəm və artıq düşünəcəm ki, ona başqa nə sata bilərəm. Yəni bu belə deyək də qısa müddətli, riskli, amma eyni zamanda yüksək gəlirli bir biznesdir. Amma o artıq sahibkarın özündən daha çox onun müştərisindən asılı olan biznesdir. Amma elə biznesdə var ki, mən yüzlərlə, minlərlə müştəri ilə işləyirəm və müəyyən sektorda işləyirəm, rəqabət bazarında işləyirəm, kütləvi bazarda işləyirəm. Bu zaman əlbəttə ki, vizyonun olması çox vacibdir. Çünki sahibkar nə qurmaq istədiyini, nə yaratmaq istədiyini aydın başa düşməlidir. Yaxşı olardı ki, əlbəttə ki, bunu komanda şəklində etsinlər. Bəzən bilirsiniz necə olur? Bəzən olur ki, sahibkar deyir ki, mənim üçün bir vizyon yazıb hazırlaya bilərsinizmi? Hı. Və özü bu prosesdə bir dəfə intervyu verməklə, suallara cavab verməklə sonradan çəkilir durur qıraqda. Hı. Yəni bu bir növ vizyonun olması xatirinədir. Ki, məndə vizyon yazılı surətdə var. Amma bu nə dərəcədə həmin sahibkarın dünya görüşünü, gələcəyə baxışını əhatə edir, əks etdirir, bu sualdır. Bu nə dərəcədə top menecerlərlə, onların düşüncələri ilə, onların şirkətdən gözlədikləri ilə nə dərəcədə uzlaşır və onların iştirakı bu məsələdə necə təmin olunub, olubmu və s. Yəni bu məqamlar var. Bunlar əlbəttə ki, vizyonun belə deyək, effektivliyini aşağı salır. Yəni vizyonun sadəcə yazıda mənim də vizyonum var demək üçün deyil də, real biznesin inkişafına təkan verməsi üçün vacibdir. Və təbii ki, vizyon burada sizin böyümənizi, hansı bazarlara girmək istədiyinizi, hansı segmentdə ixtisaslaşmaq istədiyinizi və uzun dövr üçün hədəflərinizi əhatə eləməlidir bu vizyon. O nöqteyi nəzərdən əlbəttə ki, bunun üzərində işləmək lazımdır. Hər bir sual üzrə keçmək lazımdır ki, nəticədə doğrudan da şirkəti irəli apara biləcək bir vizyon yaradılsın və tətbiq olunsun. Bəli, tamamilə doğru qeyd etdiniz ki, bəzən sahibkarlar o vizyonu və yaxud missiyanı kiməsə sifariş verəndə və yaxudsa kimdənsə xahiş edəndə ki, onu mənim üçün tərtib edərsiniz. Özü o görüşün maksimum birinci görüşündə iştirak edir. Digər görüşlərdə siz onu hazırlayarsınız və elə bil ki, siz dediyiniz kimi də yalnız saytda o olsa kifayət edir. Bir sayt materialı kimi və hər kəsdə bu var, bir dəbdə olan kimi ya da ki bu checklistdə məndə də vizyon var kimi bir burada bir quş qoydum ki, artıq məndə də o var, hər kəsdə olduğu kimi. Amma o sahibkarlar əslində doğrudan da böyük şirkət qurmaq istəyirlərsə, onların bu yanaşması çox da anlaşılan deyil. Nə baxımdan? Məhz o vizyondur ki, o bir alət olaraq biz menecerlərlə, top menecerlərlə, komanda ilə gündəlik, həftəlik, aylıq, indi toplantıların indi deməli növlərinə görə də gündəlik də olur, aylıq da olur. Biz əgər toplantılarımızda hədəf qoyma prosesdə o vizyonumuza istinad etmiriksə, o hədəfə çatmaq da çətindir. Yəni sahibkarlar düşünməlidirlər ki, bu bir alətdir. Komandanı səfərbərlik etmək bu istiqamətdə bir alətdir. Əgər sahibkar öz komandası ilə hər toplantıda, strateji toplantıdan başqa, elə adi toplantılardan da belə öz vizyonunu səsləndirmir, onun ətrafında olan məsələləri müzakirə etmirsə, o bu istiqamətdə komandanı irəli aparmaq, kökləmək bu hədəfə, nəticə yönümlü etmək kimi bir dəhşətli bir aləti əldən vermiş olur.
Yəni bunsuz necə komandanı motivasiya etmək olar Kimməli? Yalnız bonuslarla, yoxsa əmək haqqı ilə, yoxsa yaxşı qonaqlıq yeyib içməklə. Yəni böyük bir alətdir. Qeyri-maddi və ən güclü motivasiya odur ki, insanlar adətən e, maddeden daha çok hayatında bir məna axtarırlar. Bu işte bizim hayatımızın bir hissəsi, bəlkə də əhəmiyyətli bir hissəsi olduğuna görə mən düşünürəm ki, bu missiya, bu vizyon ki var, şirkətlərdə var, həm də orada çalışan insanlar üçün onların işlərinə və həyatına bir məna qatır. O mənanı alandan sonra yalnız maddi tərəf qalır. Bu baxımdan da düşünürəm vizyon və missiya məsələsində sahibkarlar çox ciddi şəkildə düşünməlidir. İndi əlbəttə bayaqları qeyd etdiyimiz kimi şirkət kiçik olanda vaxta düşünmür, amma əgər sən uzun müddətli bir hədəf varsa və yoxsa bir neçə aydan sonra artıq sən sabitliyə çıxırsansa ya da 6 aydan sonra indi biz danışmışıq da 12 ay çox gərgin olur. Ayaqda qalmaq, sağ qalmaq kimi bir məsələlər həmişə digər məsələləri üstəlir. Bu baxımdan da əlbəttə ki, diqqət və fokus başqa yerə ola bilər, amma bir sabitliyə gələn kimi bizim tövsiyəmiz ondan ibarətdir ki, missiyamızın və vizyonunuzun üzərində işləyirsiniz. Yəni siz pul qazana bilirsinizsə, e, artıq bunu bacardınız, ötəsindən gəldiniz. İndi isə biznes sizə bir məna qatır. Onun nəyə görə mövcuddur? Yalnız pul qazanmaqdan başqa. Yəni yalnız pul qazanmaq deyil də. Ondan başqa daha nəyə xidmət edirsə, məhz sizin missiyanızda və vizyonunuzda öz əksini tapmalıdır və belə olduğu halda siz ciddi rəqabət üstünlüyü əldə edə bilərsiniz. Əla, yaxşı bir fikirdir, düşüncədir. Mən belə gəlir ki, siz bu hissəni doğru qeyd etdiniz ki, sahibkarlar bəzən də bu məsələni ötəri yanaşırlar. İndi əsas uğur amilləri haqqında danışmaq istərdim. Yəni missiyanın və vizyonun tərkibində bizim o e, tərtib etdiyimiz missiyada bizim əsas uğur amili. Əsas uğur amilə bir qısa tərif verək. Əsas uğur amili hər biznesin əsas uğur amilləri var. Misal üçün biz tikinti şirkətini götürsək, binalar tikən şirkəti, developerlar deyirlər də onlara. Onlarda o segmentin əsas uğur amilləri ümumiləşdirilmiş şəkildə ola bilər. Misal üçün e, parkı var, e, parkingi var həyətində, uşaq bağçası var həyətində, çıxarışı var, qazı var, işığı var, kabel televiziyası var, interneti var, e, qiyməti e, bazar qiymətindən nisbətən aşağıdır. Qiymət həmişə uğur amili kimi çıxış edir, amma kombinasiyalarda e, bir də nə ola bilər? Ki, müəllim metroya yaxındır. Metroya yaxın. Tamamıyla, tamamıyla. Hər segmentin, yəni biz müştəri olaraq bir segmentə yaxınlaşanda orada nələrə diqqət ediriksə, yəni qərar veririksə, alaq, almayaq, bütün uğur amilləri orada sadalamaq lazımdır biznes üçün. Yəni, Hı. sonra isə öz biznesinizdə həmin o segmentdə əgər siz fəaliyyət göstərirsə, bu 10 kriteriya ki biz sadaladıq, onundan hansını bizdə daha yaxşı alınır? Biz metroya mı yaxınıq, bizim qiymətimiz mi daha ucuzdur? Bizim parking daha geniş və əlverişlidir istifadə üçün. Və bizdə bu segmentə aid xas olan əsas üstün cəhətlərdən hansılar bizdə var? Bizdə hansılar daha yaxşı alınır? İndi bu məsələləri biz missiyamıza və vizyonumuza İlkin müəllim köçürməliyikmi? E, Əlbət ki. barədə. Təbii. Yəni baxın o sizin sözünüzün qüvvəti ümumiyyətlə statistika göstərir ki, düzgün vizyonu və missiyası olan şirkətlərdə siz bayaq vurğuladınız, kadr axını 52% daha az olur. Yəni bu özü də bir göstəricidir. Nəyə görə? Çünki bu komandanı, yəni vizyonun olması komandanı şirkətin gələcəyini aydın təsəvvür eləməyə imkan verir. Bəli, Yəni bu sadə dillə desək, yəni bu elə tikintidən siz misal çəkdiniz. Mən deməli sahibkaram, bir biznesi hesab eləyək binaya oxşadaq. bəli, Mən bir bina tikmək istəyirəm. Ağlımda var ki, bu bina belə olacaq, belə gözəl olacaq. Orası belə olacaq, parkinq yeri olacaq, içində internet olacaq, ağıllı ev olacaq. Neyniyəcək? Amma mən bunu heç kimlə bölüşməmişəm, ancaq mənim beynimdə var. Və komandanı yığıram, deyirəm ki, burada 5 mərtəbəli bina tikirik, tikin. hı,
Və onlar bilmirlər ki, burada əvvəlcədən nəyi planlaşdırmalıdır. Mən yaxşı 5 mərtəbə bina tikəcəm, burada otaqlar neçə otaqlı olacaq, neçə blok olacaq, otaqların sayəsi necə olacaq, yəni lift qurulacaqmı, qurulmayacaqmı və sair. Yəni suallar var da, belə deyək. Bəli, Əgər mən bu vizyonu, mən binanı necə görürəm, yəni şirkətimin gələcəyinin şəklini verirəmsə və onun detallarını artıq həmin o top menecerlər mənim bu binanı tikməyimə birbaşa cavabdeh olan və yaxud bu ilə məşğul olan adamlar bunu görməyəndə o sonradan qabaq Sovet vaxtında bir Arkadi Raykinin bir çıxışı var idi. Orada bir kostyum sifariş eləyir və orada da ixtisaslaşmış adamlar olur. Bu nə istədiyini deyir ki, mənə iki botlu bir kostyum lazımdır, göy rəngdə və salam. Və orada da tapşırıq verilmir. Hərəyə deyir ki, sən bu qolunu tik, sən o qolunu tik, sən düymə yerini tik. Və sonradan da o giyindiyi kostyum tamamilə eybəcər bir formada olur. Çünki hərə deyir ki, mən qardaş ancaq düymə yeri açmışam. Düymə yerində sənin bir iddian var, problem var. Yox, mən o düymə yerini belə açmışam. Orası deyir, mən sağ qolunu tikmişəm, bu ölçü ilə götürmüşəm. O deyir, mən sol qolunu bu ölçü ilə götürmüşəm. Yəni burada vizyonun olması bütün komandanın hədəfə istiqamətlənmiş şəkildə çalışmasına təsir göstərən əsas amillərdən biridir. Vizyonun olması şirkətin davamlılığını təmin edir. Daha uzun müddət bazarda qalmasını təmin edir. Əsas istiqamətləri, əsas məqsədləri komandaya göstərir. Eyni zamanda vizyonun olması tərəfdaşlara da bir mesajdır. Sizin partnyorlara da bir mesajdır, müştərilərə də bir mesajdır. Sonra belə deyək, vizyonun olması işçilərdə şirkətin gələcəyinə bir əminlik yaradır. Ona görə kadr axını daha aşağı olur elə şirkətlərdə. Həmin insanları daha yaradıcı olmağa ruhlandırır. Ki, bəlkə bunu belə eləyək, müəllim bunu belə eləsək daha gözəl olar, daha yaxşı alınar. Misal üçün deyirəm, yəni bu bina tikəndə məsələn. Və eyni zamanda da şirkətin gələcəyinə əminlik yaratmaqla bərabər həmin əməkdaşların daha məhsuldar olmasına və siz dediyiniz kimi daha motivasiya olunmuş komandaya çevrilməsinə kömək edir. Yəni bunlar əlbəttə ki, çox vacibdir və vizyon artıq bunlar belə deyək də eyni zamanda ambisiyalarla da bağlıdır. Çünki burada bəzən olur ki, misal üçün deyək də, hansısa bir sahibkar vizyon özü üçün qoyur. Deyir ki, mən bir dənə dönərxanam var, amma mən 5 ildən sonra McDonald's kimi bir şəbəkəyə çevriləcəm. Əlbəttə ki, bu da belə deyək də, onun imkanlarından, vəsaitindən, komandasından, resursundan, təcrübəsindən asılı olan bir məsələdir deyə. Yəni, bu həddindən artıq belə deyək də, çox ambisiyoz da olmalı deyil və burada artıq gəlir o strategiyanın smart qaydasına ki, yəni bu ölçülə bilən olmalıdır, əlçatan olmalıdır, real olmalıdır, komandanın belə deyək, gücünə və maliyyə imkanlarına bağlı olmalıdır. Yəni, həddindən artıq çox böyük hədəflər də vizyonda qoymaq olmaz. Yəni, bunu real düşünmək lazımdır əlbəttə ki. bəli, tamamilə doğrudur. İndi əməkdaşlarla bağlı dediyiniz o sözlərdə maraqlı bir cəhət odur ki, motivasiya edir, ilham verir, onları kökləyir hədəfə. Səbəb nədir? Səbəb çox bəsitdir, çox aydındır əslində. Sadəcə olaraq bəzi hallarda biz sahibkarlar bundan deməli yararlanmırıq. Missiya və bu vizyon həm də ortaq bir dəyərlər formalaşdırır eyni zamanda. Bu ortaq dəyərlər məhz o missiyada, vizyonda öz əksini tapır. Hər kəsin komandada fərdi bir hədəfləri, istəkləri ola bilər. Amma bununla kənarda bundan başqa
eyni zamanda bir ortaq dəyərlər də olmalıdır. Məsələn, mən deyərdim ki, o vizyon bütün komandanın ortaq dəyərləridir. İnsanlar bayaq qeyd etdiyim kimi gördüyü işdə maddi məsələ ilə yanaşı, maddi qazancla yanaşı həm də bir məna axtarmalıdır. Bu məna da elə vizyonun özündə əks olunur və belə olan halda biz dəfələrlə görmüşük fəaliyyətimizdə ki, böhranlı hadisələrdə məhz şirkətdə hansı ki vizyon var, onlar daha çox o vəziyyətdən komanda şəklində rahatlıqla çıxmış olurlar. Ona görə ki, onlar bilirlər nəyə görə dözürlər. Onlar bilirlər nəyə görə bu günləri əmək haqqları e, arzu ediləndən biraz aşağıdır. Yəni hansısa bir missiya, vizyona görə bunları qəbul edirlər və bilirlər ki, şirkət əgər öz bu missiyasını, bu vizyonunu tamamlasa, o hədəfə çatsa, əlbəttə ki, bütün komanda üçün əlverişli olacaq. Yəni birinci növbədə burada görünür ki, əlbəttə ki, sahibkarın özü ilə yanaşı ən çox elə komandaya lazımdır ki, nəyə görə ki, sahibkar elə biz biznes tək bir sahibkardan ibarət deyil də və heç bir biznesdə elə biznes yoxdur ki, hansı ki sistemli biznes adını qoyaq, miqyaslandırmağa meyilli biznes olsun deyə o tək sahibkardan ibarət olsun. Əlbəttə kimsə deyər ki, hə mən özüm nəsə gətirib satıram, hə, o ticarətdir. Ona hər ad qoymaq olar. Alver də demək olar, ticarət demək olar. Amma sistemli biznesdən biz danışırıqsa, əlbəttə ki, əsas yük, əsas o icra orqanı necə deyərlər, əməkdaşlardır. Məhz biz burada görürük ki, bu missiyanın və vizyonun olması əməkdaşlara necə müsbət təsir edir. Dəfələrlə mən görmüşəm ki, missiyası və vizyonu olan şirkətlərdə ilkin mənim konflikt az olur. Konflikt nədir? Konflikt mənim və sənin maraqlarımızın uzlaşmadığı bir nöqtədir də konflikt yaradır. Sənin maraqların fərqli, mənim maraqlarım fərqli. Burada isə vizyon ümumi maraqlar yaradır. Belə olduğu halda konfliktin də dərəcəsi və yaxud onun miqyası az olur. Ümumiyyətlə çox halda olmur. Hətta insanlar müxtəlif fikirlərdə də olsa da bir-birinə mən dəfələrlə görmüşəm. Komanda yoldaşı deyir ki, sən onu düz etmədin, sən onu düz demədin, sən o məsələyə düzgün baxış etmədin. Axı bizim, bax belə bir şey, axı bizim məqsədimiz gələcəkdə filan bir şey qurmaqdır. Bu yanaşman ona ziyandır. Ümumi dəyər olanda ona istinad nöqtəsi var. Və sən öz addımlarını, bütün komandanın addımlarını məhz o dəyərlərə görə korreksiya etməyə başlayırsan. Çox çox ciddi və çox belə əhəmiyyətli bir məsələdir. Sadəcə olaraq biz sahibkarlar və bizim həmkarlar biznesin rutin işlərinə o qədər köklənmişik ki, missiyanın olması, vizyonu olması nə qədər dərəcədə bizə gündəlik fəaliyyətimizdə dəstək ola bilər, kömək ola bilər. Bəzən də o hissəni unuduruq. Bu komanda ilə bağlı məsələni birini də qeyd edeyim. Bu mövzunu tamamlamaq üçün bu sualı. İlkin müəllim, deməli, adaptasiya prosesi özü çox sürətlə gedir. Nəyə görə? Birincisi, əgər missiya ilə, vizyonla bağlı kağızın üzərində təsbit olunmuş, bütün komandada aydın və açıq şəkildə elan olunmuş və onlara bəlli olmuş bir yol varsa, istənilən bir şəxs kənardan gələndə artıq həmin o hazır sənədin, hazır nəzəriyyənin deməli üzərinə gəlir, üstünə gəlir. O artıq bilir ki, belə bir şeylər var və o adaptasiya dövründə də hər kəs şirkətin vizyonundan, missiyasına danışanda bu proses sürətlənir. Amma digər tərəfdən başqa bir üstünlük də odur ki, əgər şirkətin missiyası və vizyonu qabaqcadan, öncədən elan olunubsa, ictimaiyyətə çatdırılıbsa, sayt vasitəsilə, sosial şəbəkələr vasitəsilə, hətta ora gələn yoldaşlar, yeni komanda yoldaşları da, İlkin müəllim, bunu əvvəlcədən bildiyinə görə ora gəlirlər. Yəni biz missiyamızı, vizyonumuzu qabaqcadan əgər dərc etmişik, elan etmişik, bəyan etmişiksə, bizim missiyamız, vizyonu artıq bir filtr rolunu yerinə yetirir. O insanlar ki, bizim komandaya qoşulmaq istəyirlər, onlar
deməli bu sosial şəbəkələrdə, internet vasitəsilə, saytlardan və yaxudsa bizim müştərilər vasitəsilə və yaxudsa bizdən əlaqəli olan şəxslər vasitəsilə bizim missiya və vizyonlarımızdan xəbər tutuqda, yəni bizim missiya və vizyon nədir? Bizim dəyərlərdir. Əgər bu dəyərlər o yoldaşın dəyərlərinin üstə düşəndə, o bizim şirkətimizə üz tutur. Biz burada görürük, həm bu adaptasiyanı sürətləndirir, həm də ki, bizə gələn, deməli, bizə qoşulmaq istəyən yeni komanda yoldaşlarını artıq biz onları görmədən belə öncədən onları filtre edir. Yəni bu şirkət bu dəyərlərə xidmət edir, bu dəyərlər mənim dəyərlərimlə üstə düşür, mənim yerim elə oradadır. Görürsünüz, nə boyda bir güclü bir motivasiya yaradır, nə qədər bir güclü bir stimul yaradır və o həmin yoldaşın da komandaya qatqısı, e, gətirdiyi dəyərlər, onun faydası dəfələrlə çox olar. Bu çox vacib məsələlərdir, düşünürəm. Sizin sözünüzə qüvvət, yəni belə deyək də, ən vacib məqamlardan biri odur ki, hansısa bu top menecerlərin, yəni açar kadrların məqsəd və vəzifələri, vizyonu əgər şirkətin vizyonu ilə üst-üstə düşürsə, bu Bəli, çox böyük sinerji yaradır. bəli, bəli. Yəni o adam öz gələcəyini bu şirkətdə görür. O karyera inkişafını görür. O bilir ki, mən də burada yetişəcəm, mən də böyüyəcəm. Şirkət böyüdükcə mən də böyüyəcəm deyə. Yəni bu bir tərəfi var. Yəni bunu qeyd eləməkdə məqsədim ondan ibarətdir ki, bunun olmaması hansı problemlərə gətirib çıxarır. Misal üçün, mən deyim, bir biznesdə biz investor cəlb eləmişdik. Amma vizyonumuzu o belə deyək də, özü də biznesə qarışmaq istəmirdi. Sadəcə olaraq investor olaraq pul yatırıb biznesə və kənarda dururdu. Biz nə qədər onu cəlb eləmək istəyirdik müzakirəyə, sistemə bax, gir orada göstəricilərə bax filan. Hı hı, Və təbii olaraq da belə deyək də, ünsiyyət kifayət qədər olmadığı üçün o bizim vizyonumuzdan da xəbəri yox idi. hı hı, Amma bizim vizyonumuz o idi ki, biz birinci 12 ayda biznesdən bir qəpik də pul götürməyəcəyik. hı hı, Biz ora ancaq investisiya eləməliyik, müştəri bazamızı genişləndirməliyik, bazar payımızı tutmalıyıq və s. Adam, məsəl üçün, 6 aydan sonra hansı ki məbləğ danışılmışdı, o qalan məbləğini verməkdən imtina elədi. Dedi, mən 6 aydır buradan xeyir görməmişəm. Mən bəs belə, mən belə fikirləşmirdim. Biz dedik, axı biz sənə demişdik ki, bu bir illik, biz bu 12 ayıdır biznesin və s. burada belə olacaq, biz mərhələ ilə investisiyanı yatıracağıq. Yəni bizim o adamla söhbətimiz alınmadı və biz məcbur olduq onun yerinə başqa investor cəlb elədik, onun pulunu qaytardıq və çox sağ ol dedik. Onda da biraz narazı qaldı ki, mənim 6 ay pulumu fırlatdınız, ortada bir şey olmadı. Yəni bu doğrudan da real biznesdə vizyonun bütün tərəflərlə bölüşməməsi, yəni partnyorlarla, top menecerlərlə bölüşməməsi müxtəlif gözləntilərin olmasına gətirib çıxarır və onlar da təbii ki, həyata keçməyəndə problemlərlə nəticələnir. Vizyonun, indi biz birazdan missiya ilə də bağlı biraz detallı danışarıq, amma ola bilər kimsə özünün vizyonunu qurmaq istəyir. Heç məsləhətçi cəlb eləmədən, öz biznesində artıq düşünür bunun haqqında. Ona hansı tövsiyələr vermək olar ki, hansı sualları özünə verməlidir həmin sahibkar? Birinci onu qeyd edeyim ki, bu suallara keçməmişdən qabaq mən bəzi ədəbiyyatlarda, bəzi mütəxəssislərin fikirlərində görmüşəm və onunla da hardasa biznesdə də tətbiqi ilə də rastlaşmışam və razılaşıram, qəbul edirəm onu ki, vizyon özü də mərhələlərə bölünə bilər. Mərhələlərə nə mənada? Qısa müddətli vizyon, orta bəli, müddətli vizyon və uzun müddətli vizyon. Yəni, misal üçün deyək, mən bir dönərçi yerim var. Mənim qısa müddətli vizyonum odur ki, mən bu işlədiyim şəhərin bu regionunda daha 4 dənə deməli, dönər şəbəkəsi açım.
Orta müddətli vizyonum odur ki, mən tam şəhəri əhatə eləyə bilim. Uzun müddətli vizyon da ola bilər ki, bütün Bakıdan başqa Azərbaycanın iri şəhərlərində mənim şəbəkəm olsun. Evet. Yəni bu artıq 10 ilə qoyula bilər. Yəni bunları biri 3 il, biri 6 il, o birisi 10 ilə yəni vizyon qoyula bilər. Amma hansı sualları verməliyik özümüzə? Bu hər bir mərhələdə mən öz şirkətimi necə görürəm? Hı hı. Yəni mən nəyə nail olacağam 10 ildən sonra, mənim şirkətim necə olacaq? O xəyal, arzum nədir? Ə, təbiidir ki, ən böyük məqsəd ümumiyyətlə biznesin, təbiidir biznesin, hər bir biznesin məqsədi pul qazanmaqdır. Amma vizyon tək pul qazanmaqdan getmir söhbət. Yaradıcı, nə yaratmaq istədiyimdən gedir söhbət. Məna qatmaq. Məna qatmaq, dəyər qatmaq, bəli, tamamilə. Ə, sonra o bayaq da siz qeyd elədiniz. Mənim ə, əsas dəyərlərim hansıdır? Məni başqalarından fərqləndirən dəyərlər hansılardır? Çünki dəyərlər çox ola bilər. Bəzən görmüşük ki, bir şirkət internetdə nə qədər dəyər tapıb hamısını yazıb öz şirkəti üçün. Yəni 15 dənə dəyər var. Amma heç biri yəni reallıqda baxanda belə onu qabarıq irəli çıxardan bir dəyər deyil, onu fərqləndirən dəyər deyil. Sonra uğur bizim üçün nə deməkdir? Bu sualı verməlidir sahibkar özünə. Yəni mən nəyi özüm üçün uğur hesab edirəm? Hansısa bir ölçülə bilən hansısa nəticələr qoyulmalıdır ki, yəni mən buna nail olsam, deməli mən o strateji baxışımda, vizyonumda buna nail olmaq istəyirdim. Bu uğurdur. Yəni bunu ölçülə bilən olmalıdır. Yəni bizi ruhlandıran mənbələr nədir? Bizi ruhlandıran nədir? Bu sualı özünə versə, əlbəttə ki, vizyonu yaratmaqda ona yardımcı ola bilər. Və belə deyək, bizim sektorda, bizim segmentdə, işlədiyimiz bazarda müştərilərimiz, onların arzuları nədir? Onlar üçün ideal gələcək nədir? Hı hı. Mən onu, o gələcəyi, ideal gələcəyi bugündən düşünməliyəm ki, o gələcəkdə onlar üçün nəyəsə nail ola bilim, ona istədiklərini verə bilim. Və eyni zamanda da bu bizim şirkətin imici ilə, nüfuzu ilə də bağlı olmalıdır ki, mənim nüfuzum, şirkətimin imici necə olacaq, necə tanınacam mən, məni necə görəcəklər. Yəni bunlar, bu sualları verməklə əlbəttə ki, artıq o Hı hı. vizyon üzərində düşünmək olar məncə. Ee, Bəli, yəni elə bütün məsələ də oradan başlayır ki, e, sahibkarlar bu istiqamətdə belə bir özlərinə sual vermirlər. Əgər sual verilsə, siz dediyiniz kimi avtomatik olaraq e, vizyonun sənədi formalaşır artıq. Bəli, Yəni əgər bəli. sual yalnız necə pul qazanımdırsa, əlbəttə ki, burada vizyonu görmək çox çətindir. Hı Amma ki, hı, vizyon tək pul qazanmaq deyil və digər dəyərlərdir. O yaxşı suallardır. Hətta o düşünürəm ki, bu sualları biz videonun altında da biz kommentdə qeyd edərik. O suallar bizim sahibkarlar da özlərinə versələr, vizyonlarının formalaşdırması üçün bir yaxşı bir alət olacaq. E, Biz müştəri münasibətlərindən danışdıq, biraz bir balaca toxunduq, amma biraz dərinə getsək, e, vizyonumuz müştəri münasibətlərində nə kimi rol oynayır? Etimad yarada bilər, şəffaflığı təmin edə bilər, müştəri e, dəyərləri artıra bilər. Biz hətta vizyonumuz olduğu halda məhsulumuzu daha e, e, əlverişli qiymətə, indi baha demək istəməzdim, daha əlverişli, bizim üçün daha əlverişli qiymətə verə bilərik. Çünki yanında bir dəyər də var. Bizim müştərilər əgər bizi tövsiyə edəcəklərsə, onlar üçün bir materialdır bizim missiyamız, bizim vizyonumuz. hı hı, Ona görə ki, bizim missiyamızla onlar tanış olandan sonra məhz o sözlərlə, hansı ki biz missiyamızda əks etdirmişik, onlar tövsiyə edəndə məhz o sözlərlə, o ifadələrlə bizi tövsiyə. O şirkət ki, hansı ki istəyir ki, gələcəkdə bir nömrəli, yerli,
Filan məhsul istehsal edən şirkət olsun, Qafqazda olsun, Orta Hı Asiyada hı, olsun hı və hı, sair kimi. hı hı. Yəni hansı şirkətdir sualına cavab verəndə bizim müştərilərimiz də öz dost tanışlarına məhz bizim bir missiyamızda və yaxud vizyonumuzda olan bir ifadələri götürüb işlədirlər. Əlbəttə ki, missiya olanda e, bir emosional bağlılıq yaranır ilk müəllim elə bir. Yəni Tamamilə doğrudur. bu məhsulu Tamamilə doğru. alıram, sadəcə məhsul almıram, eyni zamanda o şirkətin özü üçün gələcəkdə gördüyü o hədəf ki var, o dəyər ki var, ona çatmaq istəyir, o dəyər ki yaratmaq istəyir. Mən bunu almaqla o dəyərə bir töhfə vermiş oluram. Emosional bir bağlılıq yaradır ki, mən də bu məhsuldan almaqla, bu xidmətdən almaqla mən də bu hərəkata qoşuluram. Hı Və hı. yaxudsa Bəli. mənim burada ödədiyim bu bir qəpik də olsa, bir manat da olsa, həmin o şirkətin vizyonunda əks olunan gözəl, qəşəng, dəyərli, vacib bir gələcək var, hansı ki dəyər var. Mən də ora bir elə bir ki qatqı edirəm. Mənim də bu ödədiyim pul məhz o dəyərə xidmət edir. Mən də iştirakçıyam. Mən də bu prosesin bir tərkib hissəsiyəm. Ona görə bu emosional bağlılıq artıq qiymətin və digər məsələlərin ki, rəqabət yaradır, rəqiblərimizlə arasında bir fərq yaradır. Bu bir dəhşətli bir fərqlidir ki, artıq qiymət keçir ikinci plana. Tamamilə doğrudur. Düz qeyd edirsiniz. Mən də razıyam burada ki, yəni vizyon tutalım ki, burada bilirik ki, istiqamətlər üzrə ola bilər də. Burada indi missiyada, yəni korporativ missiyanın, indi biz missiya haqqında danışsaq, mən belə tərif verərdim ki, əgər vizyon şirkətin necə bir şirkət yaranılması, yəni arzu olunan, xəyalda olunan bir strateji baxışdırsa, missiya bunu biz necə edəcəyik, buna necə nail olacağıq, hansı yollarla nail olacağıq? Missiya daha çox bu deməkdir. Missiya ümumiyyətlə belə bir söz də var, deyirlər ki, missiya şirkətin öz bayrağına yazmağa hazır olduğu bir şeydir. Yəni Slogan, slogan. bəli, bəli. Mən bunu hər yerdə əlimdə bayraq edirəm ki, mənim missiyam budur. Bu missiya artıq vizyondan doğur. Yəni mən nə olmaq istəyirəm və necə olmaq istəyirəmi də təbiidir ki, o vizyondan doğur və bunlar ikisi də bir-biri ilə tam əlaqəlidir. Və bu missiyanın əlbəttə ki, e, e, seçilməsi zamanı müxtəlif o siz dediyiniz kimi həm işçilər üçün, tərəfdaşlar üçün və müştərilər üçün çağırış kimi olmalıdır və burada istiqamətlər seçmək olar missiyanın müəyyənləşdirilməsi zamanı. Tutalım, nə bilim, ətraf mühitlə bağlı, ekoloji məsələlərlə bağlı və yaxud da həyat tərzi ilə, sağlam həyat tərzi ilə bağlı və yaxud da Təhlükəsizlik, təhlükəsizliklə bağlı, milli adət-ənənələrin təbliği ilə milli ruh, bağlı, bəli. Və yaxud da sosial ədalətlə bağlı, cəmiyyətin inkişafı ilə bağlı, təhsillə, elm, belə deyək, savad, elmlə bağlı olan, tamamilə doğru. Yəni bunlardan əlbəttə ki, hər bir biznes özü üçün bir istiqamət kimi bundan istifadə edə bilər. Amma dediyimiz kimi bu missiyanın yaradılması, əgər vizyon varsa artıq, missiya da olmalıdır. Bəlkə vizyon daha çox belə deyək, şirkətin hədəfləri ilə bağlıdırsa, daha çox o top menecmentin şirkətin əməkdaşları, ola bilər tərəfdaşları ilə bölüşən bir şeydirsə. Amma missiya hamı ilə bölüşən bir şeydir. Missiya mütləq müştərilərə aydın o göstərilməlidir, işçilərə aydın göstərilməlidir. Və o bayaq dediyimiz kimi bunlar bir-birini tamamlayan amillərdir və hər ikisi həm motivasiya edicidir, həm əminlik yaradandır, həm gələcəyi özü üçün təmin etməsi deməkdir həmin işçilərin. Amma təbiidir ki, bunlar düzgün tərtib olunmalıdır. Yəni bəzən olub ki,
Məsələn, mən görmüşəm ki, o təbiidir, bu missiya daha çox emosional bir məsələdir. Burada rəqəm yoxdur missiyada, burada konkret müddət yoxdur. Missiya bir emosional bir çağırışdır, emosional bir mesajdır, belə deyək ki, mən kiməm, mənim missiyam nədir? E, və hətta mən deyərdim ki, bunlar idmanda da özünü göstərir. Yəni o komandanın ki, bir strateji hədəfi və missiyası varsa, strateji baxışı və missiyası varsa, o komandalar daha uğurlu olur. Bəli. Yəni mən bir futbol komandası yaradıram. Bunun strateji baxışı nədir? Mən birinci 3 ildə birinci liqada lider olacağam. Nə bilim, növbəti 3 ildə mən Super Ligaya çıxacağam. Nə bilim, növbəti 5 ildə mən ilk 5-likdə, 3-lükdə olacağam, Avropa Liqasına çıxmaq istəyirəm və s. Yəni bu doğrudan da həm komandada oynayan oyunçular üçün də bir hədəfdir və onlar da artıq komandadan getmək istəmir. Çünki artıq başa düşürlər ki, biraz səbr eləmək lazımdır. Biz gələn il çıxacağıq yüksək liqaya. Biraz səbr eləmək lazımdır. Mənim bununla artıq komandanın qazancı artdıqca mənim də gəlirlərim artacaq. Və eyni zamanda da müştərilər üçün ki, müştərilər də görürsünüz, məsələn deyirlər ki, statistika deyir ki, Z nəsli artıq hansısa bu istiqamətləri bayaq sadaladığım ekologiya, təhsil, sağlamlıq, idman, bunlara fokuslanmış şirkətlərə daha çox etibar edirlər. Daha çox onların xidmətindən, məhsulundan istifadə edirlər. Ona görə də missiya doğrudan da artıq bu dediyimiz segmentlərdə işləyən şirkətlər üçün rəqabət üstünlüyü əldə eləmək üçün əsas alətlərdən biridir. Yəni buna, yəni çünki belə deyək də, bu vizyonun və missiyanın olması üçün burada bəzən maneələr də var. Maneələr nədir? Tutalım ki, bəzən rişxənd eləmək ki, əşi, nə vizyon, kimə lazımdır missiya, cəmaatın missiyası yoxdur, işləmir. Və yaxud da komandada o komfort zonasından çıxmamaq, nəyisə dəyişməyə həvəsli olmamaq və bunlar təbiidir ki, bunlar da həmin vizyonun və missiyanın biznesdə tətbiqinə əngəl yaradan amillərdir. Bir neçə məsələ var hansı ki diqqətimi cəlb etdi. Deməli, yeri gəlmişkən o futbol misalında da aydın bir nümunələr var. Əgər bir komanda növbəti ildə Çempionlar Liqasında oynamayacaqsa, yəni o vəsiqəni qazanmayıbsa, e, yay transfer pəncərəsində onun üçün çox çətin olur ki, yaxşı oyuncuları komandaya cəlb etmək. Bəli, tamamilə doğrudur. Hətta danışıqlar gedəndə ki, biz o həmin ulduz futbolçunu almaq istəyir, ona müraciət göndərəndə ulduz futbolçu adətən deyir ki, əgər növbəti il Çempionlar Liqasında oynayacaqsınızsa, mən gələcəyəm. Yəni hədəf odursa, hədəfiniz odursa, mən də o hədəfdə maraqlıyam, gələcəm. Amma siz hədəf qoymursunuzsa ki, mən birinci üçlüyə düşəcəm və Çempionlar Liqasına vəsiqə əldə edəcəm, yəni onda Bəli, mənim üçün də maraqlı deyil yəni. bəli, tamamilə doğrudur. Yəni komanda yoldaşlarını həm də yox, əsasən elə hədəflər maraqlandırmırsa, əgər onu yalnız maddi tərəf maraqlandırırsa, onda o komanda yoldaşı da perspektivli adam deyil. Yəni perspektivli insanlar hədəflər həmişə onları maraqlandırır. Bəli. Digər bir tərəfdən də siz o eyib axtarmaq, rişxənd etmək dediniz. Elə bu yaxınlarda bir söhbət oldu. Mən bizim missiyamızdan danışırdım ki, bizneslərin vahid mərkəzdə birləşdirən bir sistem, ERP sistemi hədəfimizdir. Bizim elə bir ki, vizyonumuz budur. Yəni biz bütün komanda daxil deyirik ki, bütün biznesləri, kiçik orta biznesləri mümkün qədər bütün. Əlbəttə hədəf arzundan da böyük olmalı. Bütün deyirik, indi əlbəttə onun neçə faizi alınacaqsa, təbiidir ki, bu daha motivasiya edici olsun deyə bütün biznesləri vahid platformada birləşdirən ERP həll. Bu bizim Hı e, hı. e, vizyonumuzda, amma
Missiyamızdakı keyfiyyətli, sürətli, mən bilim, çox funksiyonal, rahat customizing oluna bilən, yerli məhsul təklif etmək, əlçatan support, servis bizim üçün, bizim missiyamızın tərkib hissəsidir. Bir də ki, e, davamlı yaxşılaşdırma Bəli, çox missiyamızdır. vacibdir. Davamlı. Bu günləri, o siz deyən kimi, bu günləri biz ne ediriksə o missiyadır. Sabah haradakı olmaq istəyiriksə o bizim vizyonumuz o. Hə, o rişxənd məsələsinə gələndə isə mən dedim ki, komanda yoldaşlarına deyir ki, bizim həyatımızın ən böyük məqsədi bunları etməkdir. Deyir, uşaqları aladırsınız, deyir, mənə deyir. Bu təzə Qənar adamdır. bu yaxına dedi. Uşaqların başını qatırsınız ki, onlara həyatın əsas məqsədi deyirəm, yox, bu bir filtrdir. Veya dediğim şey. Bəli, Bu bəli, filtrdir. Kimin üçünsə həyatın məqsədi məhz bütün biznesləri vahid platformada birləşdirməkdirsə, onlar bizə qoşulublar. Onlar bizə qoşulacaqlar. Digərləri üçün yalan ola bilər. Yəni o tamamilə. filtr söhbəti çox vacibdir ki, sən hədəfi göstərsən, deyirsən ki, bu hədəfdən başqa, bundan başqa cür düşünən yoldaşlar bizə lazım deyil. Bizə lazımdır yalnız bu düşüncədə olsun. Əgər sənin də hədəfin, mənim də hədəfim bütün biznesləri wide ERP platformada birləşdirməkdirsə, mən səni aldatmış olmuram. Sən qoşulursansa, deməli bunu elədin, könüllü şəkildə qəbul etdin və öz hədəfin kimi bunu görürsən. Ona görə qoşulursan. Hə, ona görə də boş şeydir, cəmaatın başını qatmıyız, müştərilərin baş. Əlbəttə ki, sən onun üzərində durmazsansa, bundan konkret bağlı addımlar atılmırsa, əlbəttə ki, sən o siz deyən misalda sahibkar saytda olsa kifayət edər. Görsünlər də bizim də missiyamız var. Bəli, bəli. Hə, yəni elə yanaşma olsa aldatmadı, amma belə yox. Ona görə də sizin misalda çoxlu deməli bu incəliklər var, hansı ki mən onları ayırıram ki, bizim izləyicilər də ondan bir fayda görsünlər, bir örnek götürsünlər və missiyanın olub olmaması arasında o fərqləri hiss edə bilsinlər. Olanda nə əldə edirsiniz, olmayanda nələri itirirsiniz. Bu çox vacib məsələlərdir. E, Görüşümüzü yekunlaşdıra da bilərik. Əgər bu barədə deyəcəyiniz fikirlər varsa, deyə bilərsiniz. Deməsiz mən əgər yoxdursa, mən rezümə edərəm inşallah. Mən bu sizin o dediyinizə nəyə əlavə eləmək istəyərdim? Birincisi, biznesdə bütün məqamları, hər bir şeyi, biz keçən dəfə biznes proseslərdən danışdıq da, Evet, hər şeyi qabaqcadan görmək mümkün deyil. Yəni, evet, hər şeyi qabaqcadan yalnız Allah bilir. bəli, Amma biz planlaşdırırıq məsələlərimizi. evet, Amma görürsünüz ki, biznesdə hansısa belə deyək də, istisna hallar baş verir. Və onları hansısa biznes proseslə kağızda nəzərə almaq, qabaqcadan görmək, proqnozlaşdırmaq mümkün deyil. Yəni force major hallardır. bəli. Missiyanın və vizyonun olması işçilərə, menecerlərə həmin anda düzgün davranmaq yolunu göstərir. Hı hı, Misal deyim sizə, misal üçün deyək də, bizdə vizyon yoxdur. hı hı, Vizyon yoxdur və ancaq qaydalar qoymuşuq. Qaydalarda nə deyirik? Deyirik ki, keçən dəfə misal çəkdim. Saat 10 oldu, kassanı bağlayırsan. bəli, Və müştəri də saat 10-da 11-ə 1 dəqiqə işləmiş girib, içəri qapı açıqdır və siz də kassanı bağlamışsınız. Siz deyirsiniz ki, bax üstündə bizim qaydalara görə kassa bağlıdır. Amma sizin vizyonunuz və yaxud missiyanız müştərilərə yaxın olmaq, onlara belə deyək də, xoşbəxtlik, tort satmaqla və yaxud nə bilim, hansısa məhsulu satmaqla xoşbəxtlik bəxş eləməkdirsə, həmin adam o saat düşünəcək ki, bizim missiyamız nədir? İndi bir dəqiqə gec gəlib adam, mən bunu dala qaytarım. o missiyaya kassanın bağlanması ziyan vurur. Açmaq lazımdır. Bəli, bəli. Yəni deməyim odur ki, bu missiyada həm də o force major hallarda, qeyri-müəyyən hallarda işçilər artıq o hədəfi görərək, o missiyanı başa düşərək özləri düzgün qərar qəbul edə bilirlər ki, buna görə mənə heç nə deməzlər. Uzaqbaşı deyəcəm ki, missiyamız belə deyil, mən ona görə də belə addım atdım. Yəni səhv eləmədim. Bir bunu qeyd etmək istəyirəm. Bir də əgər kimsə də öz missiyasını indi özü oturub düşünmək istəyir.
yaratmaq istəyir, komanda ilə müzakirə eləmək istəyir və ya biz vizyon üçün hansı sualları vermək lazımdır, onları qeyd elədik. Biraz da istəyirəm ki, bu missiya üçün nə suallar verilməlidir özümüzə Əla, ki, əla. bunu eləyək. Birinci sualımız odur ki, biz nə ilə məşğul oluruq? Bizim şirkət nə edir? Bu sualı özümüz üçün aydın müəyyən eləməliyik ki, biz hansı məhsul və xidmətləri təklif edirik bazara. Biz kimlər üçün işləyirik? Hı Bu hı. sual vacibdir. Yəni biz kimi görürük hədəf auditoriyamız kimi? Hansı Müşteri kategoriyaları. segmentləri? Bəli, segmentləri, müştəri kateqoriyalarını və sair B2C-deyik, B2B-deyik və sair. Biz müştərilərə hansı dəyərlərimizi çatdırmaq istəyirik? Missiyanı yaradarkən bunu düşünməliyik. Yəni biz özümüz hansı dəyərləri qəbul edirik və onlara hansı dəyərlərimizi çatdırmaq istəyirik ki, biz kimik, biz nəyə önəm veririk? Bizim üçün əsas vacib dəyərlər hansılardır? Bizi missiyanın olması eyni zamanda şirkətin başqa rəqiblərindən fərqləndirici amillərini müəyyən etməyə kömək edir. Yəni onda o saat biz düşünməliyik ki, bizi başqalarından fərqləndirən nədir? Hı hı. Yəni biz bunu öz missiyamızda əks etdirək. Eyni zamanda fəaliyyət istiqamətlərimizi aydın şəkildə müəyyən etməliyik missiyamızda. Yəni bizim fəaliyyət istiqamətlərimiz nədir? Və bizim bundan sonrakı mərhələdə əlbəttə bunun missiyanı yaradandan sonra bir söz var da, o deyir ki, Yaponların sözüdür, səhv eləmirəmsə, deyir ki, hərəkətsiz xəyal etmək, arzu etmək, bu sadəcə xəyaldır. Yəni bunun arxası gəlmir. Amma hansısa baxışsız, strateji xəyal, arzu olmadan hərəkət etmək bu əslində fəlakətdir. İndi bu belə deyək də, burada da biz bu həmin missiyanın, vizyonun sonra gündəlik həyatımızda işimizi, biznesimizi, müştərilərimizi davamlı olaraq necə təsirləndirəcək, bunun da bir planını cızmalıyıq ki, biz bunları hansı göstəricilərlə, hansı formada, necə çatdıracağıq. O zaman Tədbirlər əlbəttə planı. ki, bəli, o zaman əlbəttə ki, son nəticədə şirkət, biznes həmin vizyondan və missiyadan arzu olunan həmin o belə deyək də faydaları əldə eləmək imkanı olacaq. Əgər yox, bu sadəcə yazı üzərində qalsa, onun tətbiqi haqqında düşünülməsə, onun hərəkətləri bilinməsə, nə olacaq, harda əks olunacaq, necə çatdırılacaq, o əlbəttə ki, effektivliyi az olacaq. Sadəcə var deyə, bizdə də var deyə onun üçün istifadə olunacaq. Əla. Burada bir yaxşı bir life hack vardı. Onları biz götürə bilərik özümüzə. Bizim siz deyəndə mən bizim bir əməkdaş yadıma düşdü ki, biz bildiyiniz kimi onlayn şəkildə hər şeyi təmin edirik. Biz home office variantında çalışırıq ki, indi xarici bazara çıxmaq niyyəti pandemiyadan sonra olan vərdişlər, bunlar hamısı bir yerdə toplandı. Bizim bu innovasiya ilə məşğul olmağımız bizim əməkdaşlarımızın 90-95% evdən çalışır. Belə bir Bəli, yer var. Bu bəli, çox çox gözəl. ciddi bir göstəricidir. Və biz onlayn deməli təlimlərimiz də onlayndır, bizim konsultasiya da onlayndır. Siz dəfələrlə müşahidə etmisiniz, audit eləndə də biz onlayn şəkildə qoşuluruq. O müştəri məmnun qalmalıdır, müştəri razı qalmalıdır, əsas müştərinin sualları cavablandırılmalıdır, müştəri narazı olmamalıdır. Bu bizim missiyamızda olan bir məsələlərimiz ki var. Necə ki, əməkdaşlar siz qeyd etdiniz, bəzi hallarda force majeure hallarda yerində qərar vermə imkanı verir. İstinad edir bizim missiyamıza. Bəli. Missiyaya görə qərarları düzgün qəbul edir. Deməli, bazar günü əməkdaşımız şəhərdə olur, ailəsi ilə gəzir. Müştəri bu vaxtı zəng vurur. Biz onlayn xidmət göstəririk. Deyir ki, məndə belə məsələ var. O da deyir ki, elə mən elə sizin mağazanızın yanından keçirəm, elə gəlib yerində göstərəcəm. Səhər gəlir bizdə onu deyir. Biz deyirik axı onu onlayn etmək lazım idi. E, Əməkdaşlardan biri deyir. Menecer isə deyir ki, problemi həll olundu, razı qaldı, deyir doğru eləmisən. Tamamilə, tamamilə. Doğru eləmisən. Ora ki, missiyamız razı salmaqdırsa, sən əgər onu oradan edə bilirsənsə, olsun qoy. Ziyanı yoxdur. Hətta bizim o reqlamenti pozsan da belə, ora gedişini baş ofislə razılaşdırmadan etmisənsə belə, amma müştəri razıdırsa, missiyamıza xidmət edirsə, qəbul ediləndir. İstisnalar
olur və yerində qəbul etmə qərarı əlbəttə ki, görürsünüz ki, missiya olanda əməkdaşlar təşəbbüskar olurlar. Tamamilə doğrudur. Bəli. Missiyadan çıxış edərək missiyanın çərçivəsində geniş təşəbbüskarlığı nümayiş etdirirlər. Çox maraqlı görüş oldu, çox deməli faydalı e, məqamlara toxunduq ki, hansı ki, bugünə qədər bəlkə də bizim sahibkarlar onlara diqqət etmirdilər, öz bizneslərində onları tətbiq etmirdilər. Düşünürəm, bəlkə də əminəm ki, onları elə günü sabahdan tətbiq edəcəklər. Və rezümə edərək, Nikin müəllim, onu demək istəyirəm ki, e, aydın məsələdir ki, biznes təzə başlayanda onun missiya və vizyonu olmaya bilər. Bu normaldır. Bu qəbul edilir. Olsa, əlbəttə ki, bu daha yaxşıdır. Alqışlanandır deyirlər, necə deyirlər, arzu olunandır. Amma Bəli. olmasa da problem yoxdur. Amma əgər siz biznesin ilk dönəmində, o 12 ay biz deyirdik də, hansı ki çətin dönəmdir, siz o aylar ərzində sabit satışa gəlib çıxmısınızsa, artıq pul axını var, müştəri bazası formalaşıb, artıq biznesin gələcəklə bağlı heç bir təhlükələri yoxdursa və yaxudsa kifayət qədər əhəmiyyətli dərəcədə azalıbsa, mütləq şəkildə öz vizyon və missiya haqqınızda fikirləşməyə başlayırsınız. Onu kağıza köçürürüz və mütləq şəkildə orada o vizyonda, o missiyada sizin segmentə uyğun olaraq, sizin müştəri kateqoriyalarına uyğun olaraq və eyni zamanda rəqiblərdən, sizi rəqiblərdən fərqləndirən əsas uğur amillərdən ibarət olan ifadələr öz yerini tapmalıdır. Mən bunu yaxşı bacarıram, mən bunu hər kəsdən yaxşı edə bilirəm, mən bunu filan kəslər üçün edirəm, bununla da onun işini filan qədər asanlaşdırıram, rahatlaşdırıram, filan kimi məsələ olar. Əlbəttə ki, bununla çoxlu misallar var. Bununla bağlı əlbəttə siz əgər bu istiqamətdə çətinlik çəksəz, mütləq şəkildə mən sizə tövsiyə edirəm. Bu işin peşəkarı İlkin müəllimə müraciət edə bilərsiniz. Onun rekvizitləri, kontaktları bizim videonun altında var. Və siz bilməlisiniz, sizin missiyanız, sizin vizyonunuz nə ki şirkətin gələcəyinə bir işıq saçır, əməkdaşlara ora bir istiqamət verir, eyni zamanda keyfiyyətli, sizin dəyərlərinizə uyğun, oxşar, onları paylaşan insanları sizə tərəf cəlb edir. Və sizin komandanız artıq müxtəlif insanlardan ibarət olan bir komanda yox, həm fikirlərdən ibarət olan bir komanda. Onun ki, onların fikirləri, düşüncələri məhz o vizyonun əsasında, o missiyanın əsasında formalaşan insanlardır. Yəni onlar sizlə bərabər o fikirləri, o dəyərləri paylaşırlar. Digər tərəfdən də biz dedik ki, bizim müştərilər üçün də bizim vizyonumuz və missiyamız olması bir vacib bir satış alətinə çevrilib indi hal-hazırda. O Bəli. deməkdir ki, artıq insanlar bizlə sadəcə olaraq məhsul və xidmət istifadəçisi, tələbatçısı kimi yox, həm də bir emosional bir bağlılıq yaranır. Onlar da əgər özlərində bizim o qeyd etdiyimiz dəyərləri öz dəyərləri kimi bilirsə, sizin qiymətlərlə, keyfiyyətlərlə yanaşı həm də o dəyərlərlə bağlı bir bağlılıq yaranır. Yəni siz eyni Bəli. zamanda müştəri cəlb edirsiniz, tövsiyələriniz artacaq. Ona görə ki, o düşüncədə, o dəyərləri paylaşan insanlar adətən bunları paylaşırlar və tövsiyəniz artacaq. Konflikt halları dəfələrlə azalacaq. Ona görə ki, insanlar bir şirkətin yalnız pul qazanmaq üçün yox, eyni zamanda ali dəyərlərə xidmət etmək kimi bir niyyəti olduğunu biləndə ona az baskılar edir. Yəni sən mənim pulumu aldın, mən bunun müqabilində bunu verdin. Əslində bu məsələlər biraz ikinci plana keçir. Olur ki, bəli, bizim dəyərimiz budur. Biz bu dəyərlərə çatmaq üçün bu satış prosesi bizim üçün alətdir, vasitədir ki, məhz bu məbləğlərlə, bu vəsaitlərlə, bu mənfəətlə biz həmin o sizlə bərabər o gələcəyi qururuq. Yəni bizim müştərilər, bizim əgər dəyərlərlə zəngin olan bir vizyonumuz varsa, bizlə bərabər hər ödəniş eləyəndə, hər bizdən alış-veriş eləyəndə bizlə bərabər o dəyərləri qururlar, o hədəflərə bizlə bərabər çatmış olurlar və biz bir camiədə olduğu kimi özümüzü hiss edirik. Bu da böyük bir emosional bir bağlılıq yaradır. Müştəri sadiqliyini artırır, Bəli, eyni zamanda əməkdaşlığın sadiqliyini də artırır. Hər bəli, ikisinə təsir edir. Bəli. bəli. Görüşümüz burada bitir. İlkin müəllim sizə təşəkkür edirik dəyərli fikirlərinizə Mən görə. təşəkkür edirəm, çox sağ olun. İnşallah gələn görüşlərdə görüşmək ümidi ilə. Sağ olun.
Sağ olun, sağ olun.